Aha. Salamlar uşaqlar, hər vaxtınız xeyir. Bugün baxırıq nəyə? Demək olar ki, ədəbiyyatda proqramımız, abituriyent proqramına demək olar ki, yeni daxil olan Odlu Qılınc əsərimizin təhlilinə. Həmişə olduğu kimi yenə əsərin üstündə təhlil edəcəm. Birinci əsas məqamları haranı yadda saxlamalısınız, onları deyəcəm. Ardıcıllıq falan. Ən axırda da əsərlə bağlı ümumi qeydlərə baxacağıq. Yəni əsərin dili yenə qəliz deyil, aydındır. Mehdi Hüseynin əsəridir. Sürət xətti də çox maraqlıdır. Sadəcə yadda saxlamalı olduğumuz yerlər deyəcəm və ümumi təhlilinə baxacağıq. Deməli, günəş doğdu. Hava işıqlandıqca Girdiman qalası aydın görünməyə başlayırdı. Uzaqlarda gümüş kəmər kimi parıldayan Kür çayı uzanıb gedirdi. Göz işlədikcə uzanan düzlər yaşıllıq içində üzürdü. Burada qədim babalarımızın əli ilə yaranmış gözəl bir Azərbaycan şəhəri yerləşmişdi. Deməli uşaqlar, bu abzasdan abzas gedəcəyik. Bu abzasdan nəyə yadda saxlayırsınız? Günəş səhər çağı idi. Deməli, hadisələr səhər baş verir. Səhər çağı idi. Girdiman qalası təsvir olunur burada. Altından xətt çəkdiyim yerləri mütləq yadda saxlayın. Girdiman qalası burada təsvir olunur. Və uzaqlarda gümüş kimi parıldayan Kür çayı. Gümüş kimi parıldayan Kür çayı. Bax, bu hissəni mütləq yadda saxlayın. Kür çayı nəyə bənzədilir? Gümüş kəmərə. Bəzən testlərdə düşür, yəni onu yadda saxlamağınız lazımdır. Çox vaxt düşür, yəni çox da düşmür, amma yadda saxlasınız yaxşı olar. Gümüş kəmərə bənzədilir Kür çayı. Göz işlədikcə uzanan düzlər yaşıllıq içində üzürdü. Burada qədim babalarımızın əli ilə yaranmış gözəl Azərbaycan şəhəri yerləşmişdi. Deməli, Azərbaycan şəhəri nə vasitəsilə yaranmışdı? Qədim babalarımızın əli vasitəsilə yaranmışdı deyilir əsərdə. Girdiman qalasından qoca keşişçi, deməli, birinci abzas bitdi. Birinci abzasda Girdiman qalasının təsvirini görürük. İkinci abzas. Girdiman qalasının qoca keşişçisi dayanıb arabir ətrafı dinləyirdi. Birdən o bağırtı və qılınc səslərinə diksinib, diqqətini topladı. Elə bil ki, iki böyük dəstə bir-biri ilə ölüm-dirim vuruşuna girmişdi. Aha. Qoca şəhərə düşmən qoşunu doluşduğunu zənn edib, hökmdara xəbər aparmaq istədi. Bu anda vuruşanlar həyətdə göründülər. Deməli, qoca kim idi? Girdiman qalasının keşişçisi idi bu qoca və ətrafı dinləyirdi. Yəni nəsə olsa keşişçi idi də, yəni hazırda dursun, xəbər çatdırsın, qoşun çağırsın. Yəni müharibə dövrü idi əlbəttə ki, hazırlıqda dururdular. Və bu da birdən səs eşidir, bağırtı və qılınc səsləri eşidir, diksinir və diqqətini toplayır, qulaq asır. Yəni səs o qədər yüksək gəlirdi ki, elə bilir ki, iki böyük dəstə, yəni bunların səsini iki nəfər yox, iki böyük dəstə kimi, yəni nəzərində tutur, elə bilir ki, iki böyük dəstə bir-biri ilə dalaşır, vuruşur, hətta o dərəcədə güclü səs gəlirdi, o dərəcədə qızğın bir döyüş idi. Qoca şəhərə düşmən qoşunu doluşduğunu zənn eləyir. Bu da fikirləşir ki, yəqin düşmənlər üzərimizə hücum eləyib da, yəni o qədər böyük, vahiməli bir səs gəlirdi. İstəyir ki, hökmdara xəbər aparsın. Elə bu vaxt, bu gedən vaxtda vuruşanlar, bu səsi çıxanlar, vuruşanlar həyətə daxil olurlar. Qoca bunları görür. Qoca keşişçi qəhqəhə çəkib gülür. Bunları görəndə gülür. Başlayır gülməyə, öz yanılğısına gülür da, yəni qoşun hesab etdiyi adamlar yalnız 2 nəfər idi. Onlardan biri dalı çəkilir, o birisi isə qabaqdakının üstünə ildırım kimi şığıyır. Deməli, onlardan biri dalı çəkilir, yəni dala çəkilir. Hansı ki, bu qorxaq olacaq. Digəri isə ildırım kimi qabağındakının üstünə şığıyır. O biri isə qabağındakının üzərinə ildırım kimi şığıyırdı. Bu da cəsur olacaq deməli. Biri qorxaq, digəri isə cəsur bir obraz idi. Onlar qocanın burada olmasından xəbərsiz idilər. Onun qəhqəhəsini də eşitmirdilər. Yenicə doğan günəşin qızıl şüaları polad qılınclarda əks edərək parıldayırdı. Deməli, onlar qocanın burada olmağından xəbərsizdir. Yəni, həyətə girəndə qocanın görürlər falan səhvdir. Hətta qocanın gülüşünü belə eşitmirlər. Çünki yəni, onlar heç o hayda deyirlər. Aha, vuruşan gənclərin üzü güldü. Birdən vuruşan gənclərin üzü güldü. İrəliyə doğru şığıyan dəliqanlı Girdiman hökmdarı Varazın oğlu Cavanşir. Deməli, irəliyə doğru şığıyan, yəni bu bayaq cəsur dediyimiz ildırım kimi şığıyan kim idi? Girdiman hökmdarı Varazın oğlu Cavanşir idi. Cəsarətli olan Cavanşirdir. Hər halda qorxaq olanda digəri də digər obrazımız olacaq. Cavanşir qabağındakı oğlana möhkəm bir zərbə indirərək onun qalxanını yarıya böldü. Deməli, iki oğlan dalaşırdı. Cavanşir, bunlardan birinin adını öyrəndik ki, Cavanşirdir, Varazın oğludur və qabağındakına möhkəm bir zərbə indirir, onun qalxanını yarıya bölür. At yerə qılıncını Urmuz, ona müraciət edir, Urmuz deyir və biz öyrənirik ki, digər oğlanın da adı nədir?
Urmus. Bununla da sən 3 dəfədir məğlub olursan. Qoca keşişçini yalnız indi görüb utanan Urmus Cavanşirin qələbəsinə dözməyib etiraz elədi. Deməli bunlar heç bir qoca keşişçini görməmişdilər. Urmus da deməli Cavanşir onun qalxanını yarıya bölür və Urmuza deyir ki, at yerə qılıncığı, sən artıq 3-cü dəfədir. Biz kimdən öyrənirik? Cavanşirin nitqindən öyrənirik ki, artıq 3-cü dəfədir Urmuz məğlub olur. Bu 3-cü dəfəsi idi. Deyir ki, da 3-cü dəfədə məğlub olsan, at yerə qılıncıqda bəsdir. Mən də yorulma, özün də yorulma. Da bildik ki, kimdir, nədir. Qoca keşişçini Urmuz görür və utanır. Bunu görəndə, qoca keşişçini görəndə, əvvəl görməmişlər, utanır. Yəni istəmir də belə bir sərkərdədə, onu necə deyim, ona toxunur ki, onun məğlubiyyət 3-cü dəfə məğlub olduğunu bir adam eşitdi. Hə, buna görə utanır. Sonra da deyir ki, yox, bu olmadı. Ayağım daşa toxundu. Bəhanə ilə ki, ayağım daşa toxundu. Sən hələ yalnız 2 zərbə indirmisən. Mən özüm sənin xətrinə dəymirəm. Deyir, sən hələ 2-ci dəfə zərbə indirmisən. Mən sənin deyir xətrinə dəymirəm. Cavanşirin dodaqlarındakı gülüş izləri silinib yox oldu. Bu da bir də əsəbləşir ki, yəni niyə belə ədalətsizlik eləyirsən də? Bu bəhanədir dostum, dedi. İstəyirsən bir də vuruşaq. Bu meydan, bu da mən. Deyir, yəni bəhanə eləmə də, deyir, ayağımı daşa toxundu zat, eləyən eləyərdi. İstəyirsən bir də döyüşək, görək, deyir. Yəni bu meydan, bu da mən. Onlar yenə vuruşmağa hazırlaşanda qoca keşişçi Cavanşirə yanaşıb dedi: "Mən davanızı ayırd eləyərəm." Deməli, qoca keşişçi Cavanşirə yaxınlaşır, ikinci dəfə deməli döyüşməyə hazırlaşanda Cavanşirə yaxınlaşır qoca keşişçi, Urmuza yox, Cavanşirə və deyir ki, mən davanızı ayırd eləyərəm. Yəni deyir ki, mən yəni qərar verərəm də kim qalib gəldi, kim məğlub oldu. O hakimlər olur, deməli yarışlarda falan. Onlar kimi bir şey. Deyir, mən eləyərəm. Qılınclar yenə parıldadı. Urmuzun zərbəsi gözlənilmədən oldu. Cavanşir 2 addım geri çəkildi. Pərt halda gözlərini döydü. Deməli, yenə qılınclarını çəkirlər. Urmuz birdən-birə Cavanşiri gözləmədən. Cavanşiri vurur gözlənilmədən və Cavanşir də pərt olub gözlərini döyməyə başlayır və deyir: "Bax, buna sözüm yoxdur," dedi. "Vuruş zamanı danışmaq mənə baha başa oturdu." Deməli, danışmaq deyəndə nə? Cavanşirə axı qoca yaxınlaşıb söz deyir. Cavanşir deyir ki, hə, məsəl üçün bax, mənlə danışmağım, qoca ilə danışmağım mənə baha başa oldu vuruş zamanı. Gərək fikrim döyüşdə olardı. Aha, deməli elədiyi yanlışdan dərs çıxaran kim olur? Cavanşir. Bu nitqi də yadınıza saxlayın ki, vuruş zamanı danışmaq mənə baha başa gəldi. Kimin nitqi oldu? Cavanşirin. Aha. Deməli, qoca keşişçinin isə qarışmasına ehtiyac qalmadı. Və yadınıza saxlayın, qoca keşişçi heç nəyə qərar vermir. Elə bunun yəni qarışmasına, söhbətə qərar verməsinə ehtiyac olmadan Cavanşir əlindəki qalxanı kənara atıb Urmuzun üstünə cumur. Hətta qalxanı əlindən atır kənara, qalxansız bir şəkildə. Gör necə cəsur bir insandır. Urmuzun üzərinə cumur. Və deyir: "Al, bu da 3." Yəni deyir, bayaqkın salmamışsın, al bu da 3 olsun, deyə sevinclə bağıraraq Urmuza möhkəm bir zərbə vurdu. İndi razısanmı? Urmuz bu zərbədən güclə özünü doğrultdu, qılıncının ucunu yerə dayadı, çiyninin ağrısından qollarını 4-5 dəfə havada fırlatdı. Yəni qolunu belə tərpədir bir növ, sirkələyir ki, çiyni necə ağrımışdısa da, yəni. Çox gözəl. Urmuz deyir ki, çox gözəl, dedi. Mən sənin məharətini ürəkdən təsdiq eləyirəm. Bax, mən sənin məharətini ürəkdən təsdiq eləyirəm. Kimin nitqidir? Urmuzun öz nitqidir, yadınızda saxlayın. Bunu Urmuz deyir. Böyük hökmdarımız Varaz doğrudan da xoşbəxtdir. Onun sevimli oğlu Cavanşir indi Girdimanın igid sərkərdəsi olmağa doğrudan da layiqdir. Bu nitqi də həmişə yadınızda saxlayın. Yenə Urmuzun nitqidir. Mütləq yadınızda saxlayın. Hətta yazın dəftərinizə. Gəl, üzündən öpüm. Bunu da yada saxlayın. Yenə Urmuzun nitqidir. Yəni bu son 2 cümlə, hətta son 3 cümlə mütləq yaddaşa vurun. Deməli, keçək ikinci hissəyə. Birdən hardasa şeypur çaldı. Şeypur nədir? Yəni həmin dövrlərdə, belə deyim də, elə bir ki, həmin dövrdə iclas keçiriləndə, nəsə bir vacib məsələ olanda hamını bir yerə yığmaq üçün bir böyük bir dəmirə bərkdən vurularaq yüksək bir səs çıxardırdı ki, hansı ki bu səsdə bütün əhaliyə yayılırdı. Hamı yığışsın ki, bəs vacib bir söhbət olacaq. Birdən şeypur çalınır. Çox keçməmiş Girdiman cəngavərləri böyük meydana toplaşırlar. Hamı meydana toplaşır. Vətənin göylərini qara buludlar örtəndə həmişə belə olardı. Şeypur səsləri hamını çağırardı. Nəsə bir narahatçılıq olanda həmişə şeypur səsi hamını çağırırmış da bu iclasa. Yəni
Əhalinin hamısı meydana yığılırmış. Girdimanın igid sərkərdəsi dik bir yerdə görünərdi. Onun bir sözü ilə insan dənizi bir səmtə doğru axırdı. Yəni Girdimanın igid sərkərdəsi Varaz nəzərdə tutulur burada. İndi də gözlər sərkərdəyə zilləndi. Qoca Varaz öz yaxın adamları ilə gəldi. Arvadı Cavahir xatun da yanındaydı. Deməli, Cavahir xatun kimdir? Varazın arvadı. İgid sərkərdə, qoca igid Girdiman sərkərdəsi Varazın deməli arvadı, yəni Cavanşirin də anasıdır. İndi baxaq, insan dənizi sükut içində gözləyirdi. Varaz sözə başladı. Sözə başlayan kim olur məclisdə? Varaz. Yəni meydanda sözə başlayan ilk Varaz olur əlbəttə ki, Varazın səsində qəribə bir titrəyiş var idi. Cəbhələr yarmış bu qocaman sərkərdənin səsini eşidəndə hamı fəlakətin böyük olduğunu anladı. Varaz dedi: "Əziz övladlarım." Yəni onun səsindəki titrəyişi eşidəndə, onun səsindəki titrəyişi, yəni narahatlığı eşidəndə hamı başa düşdü ki, çox pis bir şey olacaq da. Varaz dedi: "Əziz övladlarım, bu qocanın sözlərinə diqqətlə qulaq asın. Müqəddəs Girdiman ölkəsi bizdən kömək istəyir. Odur, yenə üstümüzə düşmən gəlir. O, namus deyəndə, deyir, o çox insafsız düşməndir. Çapıb talayır, vurub yıxır, insaf deyəndə qılınc çəkir, namus deyəndə od yağdırır. Bilin ki, üstümüzə ölüm gəlir. Deməli, üstümüzə ölüm gəlir deyən kimdir? Yadda saxlayın ki, Varazdır. Deyir ki, bilin ki, üstümüzə ölüm gəlir, xalqa deyir bunu. Mən də sizə son borcumu verməyə gəldim. 30 ildə həmişə ölüm bizdən uzaq olubdu. 30 ildə, deməli 30 il idi. Burada əmin-amanlıqdır ölkədə, hər hansısa bir qarışıqlıq yox imiş, müharibə yox imiş, heç kim ölmürmüş 30 ildir burada. Hər halda elə Varazın özü də 30 ildir hakimiyyətdəymiş, belə anlayıram mən. Bizdən uzaq olubdur. Girdiman adı gələndə hamı hörmətlə baş əyibdir. Amma indi mən qocalmışam. Bugün səhər ox süzdürüb qılınc çalmaq istədim, əllərim titrədi. Sərkərdəniz kim olacaq? Göstərin. Və cəmaata deyir ki, mən deyir, cəmaata müraciətlə deyir bunlar ki, deyir, mən day çox qocalmışam. Bugün səhər istədim ox, yəni vurum, ox süzdürüm, qılınc oynadım, qılınc çalmaq istədim, amma deyir, əllərim titrədi. Yəni onu belə bacarmadım. O dərəcədə qocalmışam. Indi deyir, mənə deyin görüm. Mən bugün sabah öləcəm də, yəni. Sizin mənim yerimə kim gələcək? Sizin sərkərdəniz kim olacaq deyir. Özünüz seçin. Bu anda Urmuzun qılıncı parıldadı. Bu anda Urmuz özünü qabağa verir. O Varazın qarşısında əyildi, qılıncını oynatdı və dedi: "Böyük hökmdarımız, mən artıq yetkin bir cəngavərəm. Sərkərdəlik qılıncını mənə verin." Bax, yadda saxlayın. Bu nitqi mütləq yadda saxlayın. Kimin nitqidir? Urmuzun nitqidir. Deyir ki, böyük hökmdarımız özünü qabağa verir. Birinci özünü qabağa verən kim oldu? Urmuz. Deyir ki, böyük hökmdarımız, mən deyir, day böyümüşəm da, mənə güvənə bilərsiniz, mənə verin sərkərdəliyi. Böyütdüm ki. Mənim də sözüm var. Yox, bir dəqiqə. Mən səhv yerdən oxudum. Mən niyə bunun altını çəkdim? Böyük hökmdarımız, mən artıq yetkin bir cəngavərəm. Bunları belə çəkirəm ki, altından dəftərinizi yazasınız mütləq. Varaz onun cəsarətindən razı qalsa da fikrinə şərik olmayıb deyir. Varaz onun cəsarətindən xoşu gəlir. Cəsarətli olmağından xoşu gəlir. Yadda saxlayın. Yəni bu hərəkətini bədbin qarşılamır, pis qarşılamır. Xoşu gəlir, amma deyir ki, igid oğlum, sən hələ cavansan. Sərkərdəlik qılıncını adama hökmdar yox, döyüş meydanı var, verər. Bunu da yadda saxlayın. Kimin nitqidir, kimə deyir, bu düşür testlərdə. Varazın nitqidir, Urmuza deyir. Urmuz daha dinmədi. Hökmdarın sözləri onu inandırdı. Sonra Cavanşir meydana çıxdı. Cavanşir də meydana çıxır, amma o başqa cür deyir fikrini. Deyir, mənim də sözüm var ata, dedi. Döyüş meydanında düşmən sərkərdəsinin qılıncını əlindən alacağıma söz verirəm. Və bu söz verir ki, düşmən meydanında düşmənin sərkərdəsinin qılıncını əlindən alacağam deyir. Yəni bu demir ki, mənə ver sərkərdəliyi. Deyir, mən döyüşdə, yəni qəhrəmanlıq göstərəcəm. Bunun üçün söz verir. Varaz oğlunun da cəsarətini bəyəndi, amma daha bir çətin sınaqdan keçirmək istədi. Deməli, onun cəsarətini bəyənir, amma onu sınaqdan keçirmək istəyir. Yadda saxlayın, bəyənir cəsarətini. Bunun da hər ikisinin cəsarətini bəyənir. Amma bunu sınaqdan keçirmək istəyir. Deyir, bəlkə birdən o səni məğlub elədi. Cavanşir deyir, səsini ucaltdı və böyük bir qürurla cavab verdi. Kür çayı dayanar, Varaz oğlu Cavanşir basılmaz. Bu
bu nitq. Versə ki, nə bilim, Varazın nitqidir, versə ki, Urmuzun nitqidir, filan kəsin qocanın nitqidir, yox. Bu Cavanşirin öz nitqidir. O Cavanşirə diqqətlə baxdı, sonra düşünüb dönüb Cəvahir xatunun fikrini bilmək istədi. Deməli, sonra çönür arvadına doğru, yəni Cavanşirin anasına doğru, hətta ona da hörmət edir, onun da fikrini bilmək istəyir. Deyir ki, oğlun sərkərdə olmaq istəyir. Nə fikirdəsən? Deyir, oğlun sərkərdə olmaq istəyir. Sən nə fikirləşirsən? Cəvahir xatundan soruşur. Cəvahir deyir. Cavanşirin anası dinmir, danışmır, o heç nə cavab vermir. Varaz yenə oğluna baxdı, Urmuza dediyini təkrar elədi. Hələ cavan oğlansan oğlum, hər ikisinə eyni şey deyir. Hələ cavansan oğlum, Cavanşir. Hamı eşitsin deyə Cavanşir, hamı eşitsin deyə, dur o şəhərləri biraz belə qəribə işlədilir burada. Cavanşir hamı eşitsin deyə səsini daha da ucaltdı. Aha, buna da deyir ki, hələ cavansan da. Cavanşir də hamı eşitsin deyə səsini biraz ucaldır. Deyir ki, 14 yaşlı bir hökmdar tanıyıram ki, qanlı vuruşma meydanında düşmən sərkərdəsinin başını bədənindən ayırır. Deməli, bu nitqi yaddaşa vurun. Kimin nitqidir? Nitqləri altına xətt çəkdiyim bütün nitqləri dəftərinizə yazın, qabağına da yazın ki, kimin nitqidir. Bu kimin nitqi oldu? Deməli, Cavanşirin nitqi oldu. 14 yaşlı bir hökmdarın cəngavərliyindən danışır ki, belə bir adam olub tarixdə. Varaz onun sözünü kəsmək üçün dedi. Qoşun başçısı ölsə də möhkəm qoşun dağılmaz. Cavanşir bir qədər susdu, lakin atasına bu fikrində cavabsız qoymayıb dedi. Mən düşmən qoşununu dağıtdıqdan sonra onun sərkərdəsi ilə qabaqlaşacağam. Deməli, deyir, onun başçısını da öldürəcəm da, yəni. Deyir ki, qoşun başçısı ölsə də möhkəm qoşun dağılmaz. Bu da deyir ki, mən onların sərkərdəsini də öldürəcəm, qoşunu da hamısını dağıdacam. Varaz istəkli oğlunun çox ağıllı bir gənc olduğunu yaxşı bilirdi. Lakin onun bu cavablarını eşitdikdən sonra Cavanşirə məhəbbəti daha da artdı. Elə isə tədbirini söylə oğlum, dedi. Vuruşmanın sonunu gözlərsən ata, deyə Cavanşir cavab verdi. Sonra Varaz üzünü xalqa tutdu, insanların rəyini bilmək istədi. Razıyıq, dedilər. Elə isə uğurlar olsun, bala. Deməli, Cavanşir həmçinin bax, Varaz arvadı ilə də məsləhətləşir. Xalqa da üzünü tutur, yəni onun bu yola gedib getməməsi ilə bağlı xalqla da məsləhətləşir və xalqın hamısı razıyıq deyə deməli bildirirlər. Hamı razı olur bu fikirlə. Çünki həm də bir növ hökmdarın, belə deyim, böyük sərkərdənin oğluydu. Hamıya da maraqlı gəlir ki, yəni görən necə döyüşəcək də. Sonra deyir ki, elə isə uğurlar olsun, bala. Unutma ki, Girdiman torpağının sərhədi Kür çayının o tayından başlayır. Deməli, Girdiman torpağının sərhədi adam başlayır Kür çayının o tayından, Kürdən o tərəfdən. Bu da deyir ki, Cavanşir də deyir ki, bunu bilirəm ata. Qoy mehriban anam mənə də xeyir dua versin. Deməli, Cavanşir anasından xeyir dua istəyir. Bütün xalqın gözü Cəvahir xatuna zilləndi. Hamı ona baxır ki, görək xeyir dua verər ya verməz. Onun hər bir kəlməsini yaxşı eşitmək üçün hamı diqqətlə qulaq asırdı. Cəvahir xatun dedi, indi də mənim sözlərimi dinlə oğlum. Bir zaman sən hələ uşaq ikən davada düşmənin polad qılıncı məni sinəmdən yaraladı. Deməli, Cavanşirin uşaqlığı ilə bağlı bir xatirəyə toxunulur. Uşaqlıq zamanı olan bir xatirəyə toxunulur və deyir, sən uşaq olanda düşmən məni deyir sinəmdən yaraladı. Düşmən qılıncı mənim sinəmdən yaraladı məni. Mən ağlamadım oğlum. Cavanşirim sağ olsun dedim. Evə qayıtdım. Sənin sinəni al qanıma boyadım. Mən davasız, dərmansız sağaldım. Sən də böyüyüb igid oldun. İndi vuruş meydanına gedirsən, atanı da məni də əvəz edirsən. Çalış ki, düşmən səni arxadan vurmasın. Sinədən aldığın yaradan sənə ölüm yoxdur. Ananın qızıl qanına deməli, xəncər batmaz. Deməli, bu hissəni yadda saxlayın ki, ana Cavanşirin uşaqlığı ilə bağlı bir şey deyir və deyir ki, sən uşaq olanda düşmən məni sinəmdən vurdu, amma deyir, mən ağlamadım, Cavanşirim sağ olsun dedim, durdum. Və deyir, o sağa davasız dərmansız deyir, sağaldım, getdi. Yəni, evə gələndə deyir, sənin sinən mənim alqanıma boyandı. Yəni, mən səni qucaqladım, mənim sinəmin alqanı sənin sinəvə də, sənin üstüvə də keçdi. Deyir, ora ana qanı dəyibsə, orada yəni deyir, sənə qılınc batmaz da ana qanı. Əlbəttə ki, bu həqqi deyildi. Yəni, belə bir növ şişirtməklə deyir ki, orada deyir, sənə qılınc batmaz. Əsas odur ki, arxadan özünü qoru, düşmən sənə arxadan zərbə yendirməsin. Yəni, sinədən, qarşı tərəfdən narahat olma. Ananın sözlərini eşidən Girdiman cəngavərləri qılınclarını havada oynadıb ucadan çığırdılar. Var olsun anamız.
Deyən kimdir? Girdiman cəngəvərləri. Sonra Cavanşirin səsi eşidildi. İgid dostlar, anamın sözləri qollarıma qüvvət, gözlərimə işıq verdi. Cavanşirin nitqidir. Bunu öz-özünə demir, ətrafındakilərə deyir. Atam bizi imtahana çəkir. Mənim də şərtim var. Deməli, Cavanşirin də şərti var. Cavanşirin şərtini mütləq diqqətlə baxın, görün Cavanşirin nə şərtləri var. Hər saatda 7 çapar müharibə meydanından atama xəbər gətirsin. Deyir, hər saat 7 çapar müharibə meydanına atamgilə xəbər gətirsin. Bax, bu meydanda 2 cərgəyə cavan düzülsün. Birinci şərti nədir? 7 çapar. İkinci şərti nədir? Meydanda 2 cərgə deyir, cavan düzülsün. Bu cərgənin birində 7 oğlan, əllərində qılınc xəncər, o birisində 7 qız, əllərində gül çiçək dayansın. Məğlub olub qayıtsam, qoy o 7 cəngəvərin hərəsi mənə sağalmaz bir yara vursun. Əgər qalibiyyətlə geri dönsəm, 7 qız üstümə gül çiçək səpsin. Deməli, bu da deyir ki, birinci şərti hər saat 7 dənə çapar müharibə meydanından atası gilə, yəni əhaliyə xəbər gətirməkdir. İkinci şərt də budur ki, meydanda deyir 2 cərgə cavanlar düzülsün. Bir cərgədə oğlanlar olsun əllərində qılınc, digər cərgədə xəncər qılınc, bir cərgədə oğlanlar olsun əlində, digər cərgədə də qızlar olsun əlində gül. Əgər deyir məğlub olsam, oğlanlar mənə həmin qılıncdan 7 dənə oğlan, məni həmin qılıncla daha da pis, sağalmayacaq bir yara ilə, ölümcül bir yara ilə yaralayarlar 7 dəfə. Əgər deyir qalib də olsam, buradakı qızlar üstümə gül səpərlər. Aha, Varaz bu şərtə razı olur. Heç tərəddüd eləmədən razı olur. Oğlum, dedi. Düşmən atları Kürün müqəddəs sularından bir damla da içərsə, unutma ki, o qılınc yaralarını sənə 7 igid yox, bütün Girdiman ölkəsi vuracaq. Qalib gəlsən, üstünə o gülləri, çiçəkləri bütün Girdiman səpəcək. Burada bu arada Girdiman sözü bilirsiniz ki, metonimiyadır. Deməli, bax, Kürün müqəddəs sularından bir damla da deyir, onların atı içərsə, düşmənin atı içərsə, onda deyir, o pis olacaq. Əgər deyirsən, qalib gəlsən, onda deyir, belə yaxşı olar. Deməli, uğurumuz xoş olarsa, yenə burada görüşərik, ata dedi. Cavanşir qoca atasını bu sözlərindən daha da deyir, yəni belə, necə deyim, həvəslənir və deyir, uğurumuz xoş olarsa, yenə burada görüşərik, ata dedi. Onun köhlən atını gətirdilər. Deməli, köhlən atını gətirdilər. Cavanşir ata-anasının əlindən öpüb, cəld ata sıçradı. Köhlən at şahə qalxdı. Hərəkət şeypurları gürladı. Dağlar, dərələr titrədi. Cavanşir sərkərdənin qoşunu hərəkətə gələndə ata gözlərindən sevinç yaşlarını silərək dedi. Deməli, atası burada ağlayır, amma sevincdən ağlayır. Yəni, pis olduğundan yox. Göylər sənə yar olsun, oğlum. Hətta arxasınca xeyir dua da verir. Günlər keçir, Cavanşirdən xəbər gəlmir. Aha. Qoca Varazın səbri tükənir. O da yəni narahat olur. Kim bilir, bəlkə də bütün qoşun əsir düşmüşdü. Həm özlərinə görə, həm də oğluna görə narahat olur ki, indi ölkə basılacaq da. Ana ürəyi buna dözmədi. Cavahir xatun dedi. Deməli, ana ürəyi dözmür. Cavahir deyir, birinci Cavahir addım atır, deyir. Səbr et, Varaz. Qocaldıqca deyəsən, hökmdar olduğunu unudursan. Bu anda sarayın yaxınlığından yel qanatlı bir atlı göründü. Cavahir xatun onu hamıdan əvvəl gördü və dedi. Və bu hissəyə diqqət yetirin. Varaz Cavahir xatuna yox. Cavahir xatun Varaza deməli, təsəlli verir. Yadda saxlayın bu hissəni. Cavahir, yəni arvadı Varaza kişiyə, ərinə deməli təsəlli verir və deyir ki, öz deyir hökmdar olduğu deyəsən unudursan, sən güclü olmalısın, səbr elə. Amma əslində özü də əlbəttə ki pis idi də, yəni özü də çox ümidli idi demək olmaz, özü də bilmirdi nə olacaq, nə olub. Aha, bir tərəfdən bir qanatlı, deməli yel qanatlı bir atlı görünür, bir sərkərdə gəlir. Cavahir xatun ən birinci onu görən Cavahir xatun olur, yadda saxlayın. Birinci gələn sərkərdəni birinci görən Cavahir xatundur. Və deyir ki, Cavanşirin elçisidir. Həmçinin Cavanşirin elçisi olduğunda uzaqdan görəndə bilir və deyir. Hamı dərin bir həyəcan və intizarla atlı gələn tərəfə baxdı. Elçi gəlib atdan düşdü, hökmdarla Cavahir xatunun qarşısında baş əyib dedi. Mərd sərkərdəmizin ilk elçisiyəm. Deyir, mən onun ilk elçisiyəm. Düşmən Kür çayının bəri tayında idi. İlk həmlədə düşməndən 200, bizdən isə 300-ə qədər igid. Bax, düşmən tərəfdən 200, bizdən isə 300. Yəni, bizdən ölənlər daha çoxdur da. Kür çayının sularını qırmızı rəngə boyadı. Deməli, onlardan 200, bizdən 300 nəfər Kür çayında ölüb. Vuruş get-gedə qızışır. Düşmən bizdən 10 qat daha çoxdur. Düşmənin bunlardan 10 qat daha çox olduğunu deyən kimdir? Yaddaşa vurun ki, birinci sərkərdədir ki, deyir düşmən bizdən
10 qat daha çoxdur. Sonra Varazın qaşları çatıldı. Dodaqlarında incə bir titrəyiş göründü. Get oğlum, dedi. Bu acı xəbəri eşidən anaların ürəyi qana dönməsin. Deməli, birinci sərkərdədə Varaz nə deyir? Get oğlum deyir. Bu acı xəbəri eşidən anaların ürəyi qana dönməsin. Sonra da deyir ki, bu xəbərdən kədərlənmiş Cəvahir xatun hökmdarın ətrafında toplanmış oğlanlara, qızlara üzünü tutub dedi. Cavanşirin birinci şərtinə əməl edib, deyir, Cavanşir birinci şərtə əməl edib, elçi göndərdi. Girdiman igidləri, siz də onun ikinci şərtinə əməl edin. Onun ikinci şərti nə idi? Birinci şərti sərkərdə idi. İkinci şərtdə bilirsiniz ki, qızların, oğlanların 7 cərgə düzülmək idi. Əllərində qılınc xəncər, qızlarda da gül çiçəklə. Aha. Və bu deməli belə deyim, şərtinə əməl olunmaq üçün kim deyir? Cavanşir, deməli, daha doğrusu Cəvahir xatun deyir. Yəni Cavanşirin anası deyir bunu, Varaz demir. Sonra deməli böyük ananın, Cavanşirin birinci, bunu bildik. Böyük ananın hökmünə əməl olundu. Gənclər 2 cərgə düzüldülər. Bir yanda qılınclar parladı, bir yanda isə güllər, çiçəklər ətir saçdı. Çox keçməmiş Cavanşirin ikinci elçisi özünü yetirdi. Deməli ikinci elçi gəlir sonra. Uzun bir müddət keçmədən də ikinci elçi gəlir. Böyük hökmdar dedi. Bir girdiman cəngəvari düşmən sərkərdəsinin qarşısına çıxdı. Atının deməli qantarğasından tutub saxlamaq istədi. Quduz düşmənin qılıncı cəngəvarin qolunu kəsib atdı. Deməli, ikinci sərkərdəmiz nə deyir? Biz tərəfdən birinin qolunun kəsildiyini deyir. Cavanşir nərə çəkdi. Ey, qorx ki, sən başını itirməyəsən. Deməli, Cavanşirin nitqini gətirən ikinci elçi olur. Qanlı vuruşma getdikcə şiddətlənir. Düşmən bizdən 10 dəfə çoxdur. İkinci gələn də həmçinin deyir ki, düşmən bizdən 10 dəfə çoxdur. Bunları mütləq yadınıza saxlayın. Bunlar çox incə məqamlardır. Qan Varazın başına vurdu. Gözləri qaraldı. Titrəyən əlini qılınca atdı və dedi. Of, Cavanşir, Cavanşir. Deməli, mən 30 ildə belə acı xəbər eşitməmişdim. Bax, mən 30 ildə belə acı xəbər eşitməmişdim. Kimin nitqidir? Kimin nitqidir? Varazın. Neçənci elçidə deyir? İkinci. Deməli, bu anda üçüncü elçi atdan düşüb səndələyə-səndələyə gəldi. Və belə deyim, axsaya-axsaya üçüncü elçi gəlir, axsaya-axsaya gəlir. Özünü güclə dikəldib qılınca söykənir və deyir. Böyük hökmdar, Cavanşir düşmən sərkərdəsi ilə qabaqlaşdı. Deməli, Cavanşirin düşmən sərkərdəsi ilə qabaqlaşmağı xəbərini kim gətirir? Üçüncü elçi. Düşmən qara dırnaqlı atını Cavanşirin üstünə səyirtdi. Əyri qılıncını düz onun başına endirdi. Cavanşirin atı kənara sıçradı və birdən hərrənib özünü düşmən sərkərdəsinin üstünə atdı. Bir dənə görsək yaxşıdır. Bədəndən ayrılmış bir baş havada fırlanır. Bu nitqi gətirən kimdir? Deməli, üçüncü sərkərdə, yəni üçüncü daha doğrusu, belə deyim də, elçidir. Gəlir və bunları deyir. Deyir, bir baş qopdu, düşdü, havada fırlandı. Deyir, kimisə başı qopdu. Qoca Varaz da qəlbində oğul məhəbbəti coşdu və səbirsizliklə xəbər aldı. Kimin başı idi? Bu da soruşur ki, yəni Cavanşirin başına deyir, axı vurmaq istəyir düşmən zərbəni. Cavanşir getdi arxaya, bir də gördük ki, deyir, bir dənə baş havada fırlanır. Bu da deyir ki, bəs kimin başı idi bu baş? Da havada fırlanan Cavanşirin idi, yoxsa düşmən sərkərdəsinin idi? Elçi də deyir, elçi nəfəsini dərdi və gülümsünərək dedi. Böyük sərkərdəmiz Cavanşir odlu qılıncı, odlu qılıncı vəhşi düşmənin başını qara dırnaqlı odlu qılıncı deyir. Böyük sərkərdəmiz Cavanşirin odlu qılıncı vəhşi düşmənin başını qara dırnaqlı atın ayağı altına atdı. İndi bizimkilər düşmən əskərini qırıb tökürlər. Deməli, gözəl, yaxşı xəbəri gətirən kim olur? Üçüncü sərkərdəmiz olur. Cəvahir xatun böyük imtahandan çıxmış oğlunun yaralı elçisinə baxaraq əmr eləyir. Yenə bax, Cəvahir xatun əmr eləyir. Həm Cavanşirin deməli şeyinə, nə idi onun adı? Şərtinə əməl olunmağını Cəvahir xatun deyir. Həm də ki, deməli, elçini, bax, görəcək istəyir. Qızlar, bu şad xəbər elçinin yaralarını bağlayın. Həm də elçinin yaralarının bağlanmağını Cəvahir xatun deyir. Varaz demir bunların heç birini, yadda saxlayın. Aha, yenə şeypur səsləri güruldadı. İndi Cavanşir özü girdiman igidləri ilə bərabər qayıdırdı. Yenə şeypur səsləri çalınır hamının meydana yığılmağı üçün və bu dəfə də Cavanşir özü girdiman adamları ilə, girdiman sərkərdələri ilə qayıdırdı.
Aha, Girdiman igidlərindən daha doğrusu Varazın alov kimi yanan gözlərində oğlunun qələbəsindən doğan bir parıltı vardı. Cavanşir hələ at belindəykən qoca hökmdar, bax Cavanşir hələ düşməyib. Cavanşir hələ düşməyib, hələ at belindədir, yəni atdan belə düşməmiş, tez ondan xəbər alır və deyir: "Söylə oğlum", Varaz soruşur. Deyir: "Söylə oğlum, söylə, mənim körpə aslanım. Düşmən atları Kür çayının suyundan içə bildimi?" Nə soruşur ondan? Deyir: "Düşmən atları Kür çayının suyundan içə bildimi?" Yəni bizim əraziyə ayaq basdılarmı? O da deyir: Deməli, hamı ot kimi parıldayan qılıncla hökmdarı salamladı. Cavanşir dedi: Yəni Cavanşir dedi: "Ata, qara dırnaqlı düşmən atları ana vətənin müqəddəs Kür sularından bir damcı da içə bilmədi. Lakin düşmənlər özləri bu sudan doyunca içdilər." Yəni doğrudan da düşmənlər gedib orada su içməyiblər, öldürüb düşmənləri Kür çayına atıb və o mənada deyir ki, hə, bunlar öldürüb Kür çayına atdım, doyunca buradan su içdilər, o mənada. Yəni kinayə ilə əlbəttə ki, sətr altı məna ilə. Sonra da deyir ki, sonra Varazın səsi ucaldı. Bu ölkə heç vaxt məğlub olmayacaq övladlarım. Qızlar Cavanşiri çiçək dənizinə üzdürdülər. Demək, Cavanşirin şərtinə sonda əməl olunur. Amma yenə də onun odlu qılıncı parıldayırdı. 7-ci əsrdə parlamış bu qılınc odlar yurdunun şöhrətini bütün dünyaya yaydı. Deməli, əsərin sonunda hadisələrin neçənci əsrdə də baş verdiyi deyilir. 7-ci əsrdə baş verib hadisələrimiz. Bu bizim Odlu Qılınc əsərimizin üzərində təhlil idi. Keçək indi Odlu Qılıncın əsas mənim konspektimdən təhlilinə. Odlu Qılınc epik növdədir, hekayə janrındadır, amma biz buna məsəl üçün novella deyə bilmərik. Sadəcə hekayədir. Hekayənin novellası deyil. Çünki gözlənilməz bir sonluqla bitmir. Niyə gözlənilməz olsun ki? Onsuz da Cavanşir yəni igid bir sərkərdə idi də, qeyri-adi bir şey deyil ki, onun qalib gəlməyi. Mövzu vətənpərvərlik idi. İdeya mübariz oğulları olan xalq məğlub edilməzdir. Bu cümlə götürə bilərik. Problem düşmənin Girdiman üzərinə hücumudur. Əlavə qeydlər olaraq Girdimanın yerləşdiyi ərazinin təsvirinə yer verilib. Burada görürsünüz, sənin əvvəlində dediyim kimi Girdiman qalası Girdimanın yerləşdiyi ərazinin təsvirinə yer verilib. Keşikçinin eşitdiyi bağırtı və qılınc səsləri iki böyük dəstənin deyil, Urmuz və Cavanşirin təlim səsləri idi. Yəni heç birində yanında adam yox idi. Yalnız bu ikisi idi. Əsərdə real döyüş səhnələri yoxdur. Yadınıza saxlayın. Real döyüş səhnələri verilmir. Yəni geniş şəkildə verilməli idi. Real döyüş səhnəsini görürsünüz ki, burada qabağımıza çıxmır. Döyüşdə baş verənlər barədə sadəcə elçilərin gətirdiyi məlumat sayəsində xəbərdar oluruq. Yəni başqa heç bir məlumat ala bilmirik kiminsə dilindən. Birinci elçi Cavanşirin ordusunun daha çox itki verdiyini deyir. İkinci elçi düşmən sərkərdəsinin Girdiman cəngəvərinin qolunu kəsdiyini, Cavanşirin düşmənə əsəbləşərkən ey, qorx ki, sən başını itirməyəsən, düşməni təhdid eləməyini və düşmənin 10 dəfə çox olduğunu deyir. Üçüncü elçi isə digərlərindən fərqli olaraq qələbə xəbəri ilə gəlir. Cavanşirlə düşmənin vuruşmasından bəhs eləyir. Əsərdəki hadisələr 7-ci əsrdə baş verir. Biz də bunu əsərin sonunda anlayırıq əlbəttə ki, müəllifin dilindən. Əsərin əvvəlində məlum olur ki, deməli, təhlükə anında şeypur çalınır. Əsərin əvvəlində biz bunu anlayırıq. Çünki orada deyilmişdi. Belə vaxtlarda şeypur çalınır. Cavanşir obrazından danışsaq, cəsurdur, əzmkardır. Sonra ən mühüm onun xüsusiyyəti Urmuzla döyüşərkən məlum olur ki, səhvlərindən dərs çıxarır. Səhvlərindən dərs çıxaran kimdir? Mütləq yadınıza saxlayın. Cavanşir idi. Çünki deyir ki, mən deyir, bax səhv elədim deyir. Gərək döyüş vaxtı danışmasın. Döyüş vaxtı danışmaq mənə baha başı gəldi. Axı Urmuz onu birdən-birə vurur arxadan. Ona görə belə deyir və səhvindən dərs çıxarır və nəticədə Urmuzu hətta məğlub eləyir. Məğlub olsa da ruhdan düşmür. Urmuz onu bir dəfə vurub məğlub edir. Elə bil 2-1 olurlar, amma yenə ruhdan düşmür. 3-1 qələbə ilə Urmuza qalib gəlir. Onu məğlub edilməz edən özünə olan inamı idi. Döyüşə getməmişdən qabaq daha doğrusu şərt qoyur. Hər saat deyir 7 çapar müharibə meydanından atama xəbər gətirsin. Cərgə ilə 2 qrup gənc düzülsün. Əgər deyir qalibiyyətlə dönsəm 7 qız üstümə gül çiçək səpsin. Məğlub qayıtsam 7 cərgənin hərəsi mənə sağalmaz bir yara vursun. Ata, qara dırnaqlı düşmən atları deməli ana vətənin müqəddəs Kür sularından bir damcı belə içə bilmədi, lakin düşmənlər özləri o sudan doyunca içdilər dedikdə, Cavanşir burada düşmənin məhv edilərək Kürün suyunda boğulduğunu nəzərdə tutur. Bunu yadınıza saxlayın. Bayaq da dediyim kimi, hamısı dediyim şeylərdir, təhlildə yazdıqlarımda. Varaz obrazından danışsaq, Varaz
dövlətin mənafeyini hər şeydən üstün tutan bir obrazdır. Hətta oğlunu belə döyüşə göndərir. Birinci Uruza, sonra Cavanşirə, sən hələ cavansan oğlum deyir. Hər ikisinə deyir. Yalnız Uruza, daha doğrusu Uruz yazmışam çaşıb. Yalnız Urumuza və ya Cavanşirə demir. Hər ikisinə deyir. Cavahir xatunla məsləhətləşib Cavanşirin döyüşdə olub olmamasına qərar verir. Ondan soruşur, amma Cavanşir ona, daha doğrusu Cavahir ona cavab vermir. Sərkərdənin qılıncını adama hökmdar yox, döyüş meydanı verər. Bunu Urumuza deyir. Uruz yazmışam burada çaşıb. Bunu Urumuza deyir, Cavanşirə demir. Cavanşirə sadəcə deyir ki, sən hələ cavansan. İkinci elçinin gətirdiyi xəbərdən sonra 30 ildir ki, belə acı xəbər eşitmədiyini deyir. Cavahir xatunundan danışsaq, bütün təhlil buradadır. Cavahir xatunundan danışsaq, Cavahir xatun ən çətin anda yoldaşına dəstək olur, ona ürək-dirək verir. Hər nə qədər özü narahat olsa belə. Məsəl üçün, baxın, bu əsərdə də oğlundan narahat ana obrazı görürük. Sonra Uruzun dustaq olduğu boyda Burla xatun görə bilərik. Qazan xanın evinin yağmalandığı boyda Burla xatun görə bilərik, oğlundan narahatdır. Deməli, ana əsərində, ana faciəsində ana obrazını, Səlma ana obrazını görə bilərik ki, oğlundan narahatdır. Sonra Nigar xanımı görə bilərik, oğlundan narahat olanlar arasında, Koroğluda. Belə, yəni bunlar oğlundan narahat olan obrazlar. Əlbəttə ki, başqalar da var, amma ən əsas bunları yadda saxlasınız, elə yaxşıdır. Oğluna narahat olur, amma yenə də yoldaşını yalnız buraxmır, ondan ürək-dirək verir. Cavanşir uşaq olarkən yaralandığını, amma Cavanşirim sağ olsun deyərək ağlamadığını bildirir. İlk elçidən sonra Cavanşirin ilk şərtini yerinə yetirməli olduqlarını deyərək gənclərin iki cərgə halında düzülməsini əmr eləyir. Və bundan sonra həmçinin deyə bilərik ki, deməli, o oğluna xeyir-dua verir döyüşə getməmişdən qabaq. Xeyir-duadan da əlavə məsləhət verir oğluna. Deməli, əlavə qeydlərə baxsaq, Cavanşir sərkərdə olmağa razı olanda Varaz onu sınamaq istəyir və sınayır hətta. Varaz qocaldığını, əli artıq qılınc tutanda əsdiyini cəmaatın qabağında etiraf eləyir. Yəni, təklikdə oğluna və ya Urumuza yox, ümumiyyətlə hamının qarşısında etiraf eləyir. Sonra Varaz razılıq vermədən Urumuz verməyəndə, yəni Urumuz israr eləmir ki, məni götür sərkərdəliyə. Urumuz da bundan razılaşır. Urumuz gözlənilmədən Cavanşirə zərbə endirir. Cavanşir bundan dərs alır ki, döyüşdə ikən danışmaq olmaz. Keşişçi Urumuzla Cavanşirin yalnız son döyüşünü seyr eləyir. Deməli, Cavanşir seyr eləyir və Cavanşir, deməli, keşişçi Urumuzla Cavanşirin o 3 döyüşün üçündə seyr eləməyib. Yalnız sonuncu döyüşdə orada olur və yalnız onu seyr eləyə bilir. Cavanşir anasının ona xeyir-dua verməsini istəyir. Deməli, ananın qızıl qanına xəncər batmaz deyən Cavahir xatundur. Bunu Cavanşir yox, Cavahir xatun, yəni Cavanşirin anası deyir. Varazın arvadı. Varaz oğluna şərt qoyur ki, düşmən atları Kürdən, yəni Kür çayından bir damcı belə su içməsin. Sonra bu əsərdə aşılanan fikir kimi igid övladları olan ölkə məğlub olmaz fikridir. Bunu burada görə bilərik. Həmçinin bunu başqa bir əsərə də aid eləyə bilərik. Sizcə hansı əsərə aiddir? Deyərsiniz. Deməli, günlər keçsə də Cavanşirdən bir xəbər ala bilməyən ata bütün qoşunun əsir düşdüyünü deməli ağlından çıxara bilmirdi. Fikirləşir ki, neçə gün keçir Cavanşirdən xəbər ala bilmir və elə bilir ki, bütün qoşun deməli əsir götürülüb. Əsərdə Cavanşir döyüş səhnələrində görünmür. Yəni onun döyüş səhnələrində təsviri verilməyib. Cavanşirin sərkərdəsinin qolunu kəsiblər. Yadda saxlayın, Cavanşirin yox, Cavanşirin sərkərdəsinin qolunu kəsiblər. Səbir və təmkinli ilə seçilən obrazımız da Cavahir xatundur, hansı ki, oğlu olsa belə deməli döyüşdə o yenə də səbirli davranır. Nə qədər narahat idi, amma səbirli idi. Varaz qələbədən sonra inanır ki, ölkə bir də məğlub olmayacaq. Varaz Cavanşiri özünə deməli sərkərdəliyə seçmir. Cavanşir özünün layiq olduğunu hətta demir, göstərir. Mən burada deyir yazmışam, demir hətta. Özünün layiq olduğunu sübut eləyir. Varaz onu seçmir. Yəni Urumuzu qoyub Cavanşiri seçmir. Cavanşir özü durduq yerə olmur da. Cavanşir özü bunu deməli təsdiq eləyir ki, buna layiqdir. Sərkərdəliyə layiqdir. Girdiman deməli ölkəsinin sərkərdəliyinə layiqdir.
özü təsdiq eləyir, özü sübut eləyir. Cavanşirin qələbə qazanacağına Varaz bütün hallarda inam bəsləmirdi. Çünki əgər bütün hallarda inam bəsləsəydi onu qələbə qazanacağına, bu zaman fikirləşməzdi ki, məsəl üçün bütün ordusu ilə bağlı bir yerdə əsir götürülüb. Bu zaman məsəl üçün narahat olmazdı ki, o Cavahir xatundan, anasından belə daha çox narahat olur. Aha, keçək indi digər qeydimizə. 3-cü Çaparın yaralandığını gəzişindən hiss olunur. Səndələyə axsiya-axsiya gəlirdi. Qalibiyyət xəbərini gətirmişdi yaralı Çapar. Yəni yaralı elçi. Sonra deyə bilərəm, Varaz Urmuz cavan olduğu üçün ona qınıc vermir. Cavanşir atasını inandırır ki, vətəni düşməndən qoruya biləcək. Onun bir sözü ilə insan dənizi deməli bir səmtə doğru axırdı cümləsində Girdiman sərkərdəsinə aiddir. Girdiman sərkərdələrindən birinə aiddir, yəni Varaza aiddir bu fikir. Bu da belə bizim Odlu Qılınc əsərimizin təhlili bitdi. Yəni rahat da çətin əsər deyil məncə.